Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Murad Müslümoğlu Abbaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamiloğlu Əliyev elə hadisə yerində həyatını itirib. Məlum olub ki, hadisə piyada keçidinin üzərində baş verib. Qəzanı törədən sürücü hadisədən sonra göz yaşlarını saxlaya bilməyib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Belə ki, Pərvin Əsgərov bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Onu mübahisə zamanı həm kəndlisinin bıçaqladığı iddia edilir. Baş vermiş faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma tədbirlərinə başlanılıb. Göygöldə də bıçaqlanma hadisəsi baş verib. Hadisə rayon ərazisində yerləşən restoranlardan birində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Elmar Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyəti kafidir. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma işləri aparılır. Ağstafada isə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nasir Ayazoğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cəryan vurması nəticəsində həyatını itirib. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.